Basketbol haqqında ilk öncə qısa məlumatlar verəcəm. Qısa tarixlərdən, vacib olan tarixlər. Düzdür, müəllimlərin işə qəbul imtahanında tarixlərdən düşmür, amma vacib bilməli olduğumuz tarixləri deyim. Qalanlarını da PDF-də atacam, orada öyrənərsiniz. Dünya çempionatı neçənci ildə 2 dəfə keçirilib, Avropa çempionatı neçənci ildə 2 dəfə keçirilib. Bunları da PDF-dən öyrənərsiniz. Vacib olanlar. Basketbol yaranıb 1891-ci ildə Amerikada. Üzr istəyirəm. 1891-ci ildə Amerikada yaranıb. James Naismith tərəfindən yaradılıb. Və 1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası yaranıb. Və əlavə olaraq 1935-ci ildə basketbol olimpiya oyunlarına daxil edilib. Amma 1936-cı ildə isə Berlində keçirilən yay olimpiya oyunlarında kişilər ilk dəfə iştirak edib. 35-də daxil olub, olimpiya oyunlarına daxil olub. 36-da isə artıq iştirak edib. Bundan 40 il keçdikdən sonra 1976-cı ildə 21-ci yay olimpiya oyunlarında ilk dəfə qadınlar iştirak edib. Və Azərbaycan inkişaf etdiyi tarix, Azərbaycanda basketbol inkişaf etməyə başlayıb 1920-ci ildə. 1920-ci ildə. Və Azərbaycan Basketbol Federasiyası yaranıb 1993-cü ildə. Baxın, bir çox mənbələrdə 1992-ci ildə göstərilir Basketbol Federasiyası, Azərbaycanda Basketbol Federasiyası yaranması 1992-ci il göstərilir bəzi yerlərdə. Bəzi yerlərdə 1993-cü il. Basketbol Azərbaycanda Federasiyası yaranıb 1993-cü ildə. Və Basketbol Federasiyası, Azərbaycanda yaranan Basketbol Federasiyası üzv olub Beynəlxalq Basketbol Federasiyasına, üzr istəyirəm, üzv olub 1994-cü ildə. 93-də Azərbaycanda Basketbol Federasiyası yaranıb. Artıq 94-də isə Azərbaycanda Basketbol Federasiyası üzv olub Beynəlxalq Basketbol Federasiyasına. Bu bilməli olduğumuz əsas tarixlər bunlar. 1891-də ilk dəfə yaradılıb. 1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası yaradılıb. 1935-də Olimpiya oyunlarına daxil edilib. 1936-da ilk dəfə Olimpiya oyunlarında iştirak edib. 1976 kişilər iştirak edib. Kişilər. Bunu qarışdırmayaq. İlk dəfə kişilər 1936-cı ildə iştirak edib. İlk dəfə qadınlar isə 1976-cı ildə iştirak edib. 1920-ci ildə Azərbaycanda yaranıb. 1993-cü ildə Azərbaycanda Basketbol Federasiyası yaradıb. 1994-cü ildə də Azərbaycan Beynəlxalq Basketbol Federasiyasına üzv olub. Və Basketbol Federasiyasının prezidenti Azərbaycanda Emin Əmidliyev. Tarixlərdən bilməli olduğumuz məlumatlar bu qədər. Əsas bilməli olduğumuz məlumatlar. Yenə deyirəm, müəllimlərin işə qəbul imtahanında tarixlərdən düşmür sual. Keçək komanda heyətinə. Basketbolda bir komanda əsas heyət olur, ehtiyat heyət olur. Əsas heyətimiz 5 nəfər, ehtiyat isə 7 nəfər. Ümumilikdə 12, bir komandada 12 idmançı olur. Bir komandada 12 idmançı. Bunlardan 5 əsas, 7-si ehtiyat. Meydana çıxdığımız zaman, məsəl üçün, basketbolda meydana çıxdığımız zaman mütləq şəkildə 5 nəfərdən çıxmalıdır. Oyun başlayan zaman mütləq şəkildə meydanda 5 nəfər olmalıdır. Amma oyun başladı, 5 nəfərlə başladı, oyunçunun biri zədələndi və yaxud da qeyd diskvalifikasiya aldı, oyundan kənarlaşdı. Bunun diskvalifikasiya nədir, faallar haqqında ümumi məlumat verəcəm. Mütləq qaydada oyuna başladıqda 5 nəfərlə başlayır. Mütləq qaydada meydanda 5 nəfər olmalıdır.
Meydanda başladı, oyun başladıktan sonra oyuna 4 nəfərlə də davam edə bilər. 3 nəfərlə də davam edə bilər. 2 nəfərlə də davam edə bilər. Amma 2 nəfərdən az idmançı ilə oyunu davam edə bilməz. Məsələn, 2 oyunçu qalıb, mütləq qaydada bir oyunçu olmalıdır ki, məsələn, mən, bir də başqa bir oyunçu olmalıdır ki, mən topu ötürə bilim oyunçuya. Yəni mütləq qaydada 2 nəfərdən olmalıdır. 2 nəfərdən az olarsa, 1 nəfər olarsa, avtomatik olaraq həmən komandaya texniki məğlubiyyət veriləcək. Baxın, mütləq qaydada meydana çıxanda 5 nəfərlə, meydana çıxdı, oyun başlanıldı, 4 ilə də davam edə bilər, 3 ilə də davam edə bilər, 2 ilə də davam edə bilər. 2-dən az qalarsa, avtomatik olaraq oyun dayandırılır. Və ehtiyat. Ehtiyatı bizə 6 ilə də gələ bilərik, 7 ilə də gələ bilərik, 5 ilə də gələ bilərik, 4 ilə də, 3 ilə də, hətta 0 ilə də ehtiyat gələ bilərik. Bizə qarşımıza qoyulan tələb mütləq qaydada meydanda 5 nəfər olmalıyıq. Və meydanda 5 nəfər olmalıqsa, həmən komanda 15 dəqiqə gözlənilir, heyət tamlaşsın, 5 nəfər olsun, meydana çıxsın. Və 15 dəqiqədən sonra yenə də heyət tamlaşmarsa, həmən komandaya texniki məğlubiyyət. Xal hesabı ilə 20-0 yazılacaq, qalibə veriləcək 2, məğluba 0. Bunu qalibə, məğluba verilən xalları sonda izah verəcəm. Komandadan bu qədər. Ümumi oyundan danışım. Oyun, basketbol oyunu 2 hissədən 4 perioddan ibarətdir. İki hissə 4 perioddan ibarət. Ümumi oyun 40 dəqiqə ərzində keçirilir. Ümumi oyun 40 dəqiqə ərzində keçirilir. Təmiz vaxtda keçirilir. Təmiz vaxt nədir? Məsəl üçün, futbol təmiz vaxtda oynanılmır. Futbolda məsəl üçün, top yandan çıxır, vaxt davam edir, elə gedir, vaxt dayandırılmır. Amma basketbolda, indi meydan çəkəndə izah verəcəm. Basketbolda top yandan çıxdı, avtomatik vaxt dayandırılır. Top ölü halda avtomatik olaraq vaxt dayandırılır. Buna görə təmiz vaxtda oynanılır. Və hər hissəmiz 20 dəqiqədən ibarətdir. 2 hissədən ibarətdir, hər hissəmiz 20 dəqiqə. Hər periodumuz isə 10 dəqiqədən ibarətdir. Hər periodumuz 10 dəqiqə, 4 periodla olmaqdan ibarətdir. Və hissələr arası fasilə, birinci, ikinci hissə arası fasilə 15 dəqiqə. Periodlar arası fasilə. Deyilsə ki, periodlar arası fasilə, bütün periodlar arası fasilə 2 dəqiqə, yanlış fikirdir. Birinci, ikinci period arası fasilə 2 dəqiqədir. Üçüncü, dördüncü periodlar arası fasilə 2 dəqiqədir. Amma ikinci, üçüncü periodlar arası fasilə 15 dəqiqə. Niyə? Birinci hissə bitdi. Birinci hissə bitdi. Avtomatik ikinci period da bitmiş sayılır. Birinci hissə bitdikdən sonra ikinci hissəyə keçirilmir. Birinci hissə bitdikdə 15 dəqiqə hissələr arası vaxt verilir və ikinci hissə başlayır. Və ikinci hissənin başlanğıcı ilə üçüncü periodun başlanğıcı bir sayılır. Onun üçün də 15 dəqiqə birinci hissə ilə ikinci hissə arasında fasilə verilirsə, avtomatik o ikinci, üçüncü hissənin də, ikinci, üçüncü periodun da arasındakı vaxt, fasilə vaxtı 15 dəqiqə olacaq. Və time-outdan danışaq. Birinci hissədə 2 time-out, yəni lövhə görünür, ona baxırdım. Üçüncü hissədə isə 3 time-out verilir. Və time-outun vaxtı 1 dəqiqədir. 60 saniyə. Və birinci hissəyə də aiddir dedik. Birinci, ikinci period, birinci hissəyə aiddir. Birinci, ikinci period. İkinci hissəyə aiddir, üçüncü, dördüncü period. Birinci hissə üçün verilir 2 time-out, ikinci hissə üçün verilir 3 time-out. Time-out nədir? İstirahət vaxtı. Məcburi bir şey deyil. Mənim komandam istirahətə ehtiyacı varsa, yəni istirahət götürür. Və basketbol komandası, basketbol oyunu nədən ibarətdir? 2 komanda oynayır qarşı-qarşı, 2 komanda və topu səbətə keçirməkdir.
basketbolda oyuncuların qarşısına qoyulan tələb qarşı komandanın səbətində topu keçirmək. Və bu iki komanda qarşı-qarşıya oynamır. Məsəl üçün, A komandası timeout götürür. Birinci periodda bir timeout'un götürür. A komandası 1 dəqiqə ərzində fasiləyə getdiyi, avtomatik olaraq B komandası da oyunla birgə fasiləyə gedəcək. Daha məsəl üçün A komandası üçün ümumi 5 timeout verilir. 2 birinci hissədə, 3 ikinci hissədə. Ümumi 5 timeout verilir. A komandası 1-in götürdü, qaldı 4. 1-in götürdü, qaldı 4. İstirahət fasiləyə çıxıb. Daha B komandası da çıxdığına görə B komandasında 5 timeout var axı. Ondan daha biri silinməyəcək. Bu A komandası götürübsə A komandasından silinəcək. B komandası götürərsə B komandası məsəl üçün 3 timeout qalıb. A komandasında 4'dür. B komandası timeout götürdü, qaldı 2. B komandası çıxdı istirahətə, avtomatik A komandası da çıxacaq istirahətə. Daha A komandasından 4 timeout'undan biri silinməyəcək. Elə olduğu kimi qalacaq, çünki B komandası timeout götürüb. Və əlavə olaraq, birinci hissədə dedik 2 timeout'dur. 2 timeout'dan istəsək bunun ikisini də birinci hissədə götürə bilərik. Üzr istəyirəm. İkisini də birinci periodda götürə bilərik. İstəsək ikisini də ikinci periodda. Və yaxud da istəsək birinci periodda birini götürərik, ikinci periodda birini. Və yaxud da heç lazım deyil götürmərik. Götürmədik, ikisi də qalıbsa, birinci hissə bitdikdə və yaxud da ikinci period bitdikdə, birinci hissə, ikinci period bitdikdə, yəni ikisi də eyni anlam verir. Heç birini götürməmişəmsə, ikinci hissəyə keçmir. Sual da düşə bilər. Birinci hissədə götürmədiyimiz timeout ikinci hissəyə keçirmir? Xeyr. İkinci periodda götürmədiyimiz timeout üçüncü perioda keçirmir? Xeyr. Keçmir. Və ikinci hissəyə baxaq. İkinci hissədə dedik 3 timeout var. Bu 3 timeout hissəsi 3-cü periodda götürərik. 3 hissəsi 4-cü periodda. Hissəsi ikisini burada, birini burada. Hissəsi birini burada, ikisini burada. Fərq etmir. Yəni bu 3 timeout ikinci hissəyə aiddir. Və oyunun bitməsinə, 40 dəqiqənin bitməsinə, oyunun ikinci hissənin bitməsinə, belə də deyilə bilər. Və yaxud da 4-cü periodun bitməsinə 2 dəqiqə qalıbsa, 2 dəqiqə. Teymur. Hocam o sil. 2 dəqiqə qalıbsa, oyunun bitməsinə 2 dəqiqə qalıbsa, timeoutların 3-ü də qalırsa, timeoutların 3-ü də qalırsa, biri silinəcək avtomatik olaraq. Biri silinəcək. Oyunun bitməsinə 2 dəqiqə qalıbsa. Oyun vaxtı bildik, 40 dəqiqədən ibarətdir. Hər hissəmiz 20 dəqiqə, təmiz vaxtda oynanılır. 2 hissə 4 perioddan ibarətdir. Hissələr arası fasilə 15 dəqiqə. Birinci, ikinci period arası 2 dəqiqə. İkinci, üçüncü periodlar arası 15 dəqiqə fasilə. Üçüncü, dördüncü periodlar arası fasilə 2 dəqiqə. Və bildik, ümumi bir komandanın 5 timeout'u var. Bunlardan ikisi birinci hissəyə, 3'ü ikinci hissəyə aiddir. Və əlavə olaraq onu da deyim ki, məsəl üçün sual verilə bilər. Ümumiyyətlə sual verilə bilər ki, ümumi oyun ərzində, görüş ərzində maksimum neçə timeout götürürlər? Burada soruşmur bir komanda neçə timeout götürə bilər. Ümumi gedir. Ümumi gedirsə A komandasında 5 var, 5'in götürmə haqqı var. B komandasında 5'in götürmə haqqı var. Ümumi 10. Və yaxud da deyilə bilər, ümumi oyun ərzində neçə dəqiqə timeout fasiləsi var? Yəni ümumi neçə dəqiqə, maksimum neçə dəqiqə götürə bilərik timeout. Məsəl üçün, demişik, bir timeout'un vaxtı 1 dəqiqədir. A komandası 5'in götürürsə, hər 5 timeout'a görə hərəsində 1 dəqiqə olanda 5 dəqiqə A komandasının, 5 dəqiqə də B komandasının. Ümumi 10 dəqiqə. Və yaxud da, yəni bunları silin, bunları izah verdim. Komanda demişik ki, mütləq şəkildə 5 oyuncu meydana çıxmalıdır. Belə bir sual görə bilərsiniz, rastınıza çıxar. Oyun başlayan zaman meydanda neçə oyuncu olmalıdır? 10 oyuncu. 5 A komandasında, 5 B komandasında. Ümumi 10 oyuncu. Meydançamızı çəkək.
Üzr istəyirəm. Elcan müəllim, onda üzr istəyirəm, belə çıxır. Yəni hər iki komandada deyiləcək də. Yəni hər iki komandada neçə oyunçu iştirak edə bilər? Belə deməlidir də sual. Baxın, ola bilər. Sual düşər ki, bir komanda. Sual görə bilər. Bir komanda meydanda maksimum neçə nəfərlə iştirak edə bilər? 5 nəfər. Meydanda bir komandanın maksimum neçə oyunçusu ola bilər? 5 oyunçu. Meydanda minimum bir komandanın neçə oyunçusu ola bilər? Məsəl üçün, biri diskvalifikasiya alıb çıxıb yerdə qalıb 4-dür. Biri zədələnib çıxıb yerdə qalıb. Mən də dəyişdirməyə oyunçum yoxdur, oyunçu gətirməmişəm. Qalıb 4-dür. Biri zədələnib qalıb 3, biri zədələnib qalıb 2, 2 qalıb. Demişik 2 ilə davam etdirə bilər. Əgər 1 qalarsa, davam etdirə bilməz. Bu da soruşar ki, bir komanda minimum meydanda neçə oyunçusu qala bilər? 2 oyunçusu. Bir komanda maksimum neçə oyunçusu ola bilər? 5 oyunçusu. Bir komanda neçə oyunçu ilə meydanda olmalıdır ki, oyun başlasın? 5 oyunçu ilə. Meydanda olmalıdır ki, mütləq oyun başlasın. Ümumi oyun ərzində, meydanda ümumi neçə oyunçu olmalıdır oyun başlayan zaman? 10 nəfər. 5 səndə, 5 məndə. Başa düşdünüz? Keçək meydançamıza. Salam müəllim, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Yes, meydanımız eğri ola bilər. Hamısını izah verəcəm. Elcan müəllim, zəhmət olsa ekran düz tutardınız. Biraz yaxşı görsənmir. Biraz yuxarı qaldırın zəhmət olmasa. Problem deyil. Görünürmü? Biraz da yuxarı lövhəni yuxarı. Ay, çox sağ olun, belə. Biraz da müəllim bağladı da olsa lap yaxşı olardı. Əla müəllim, çox sağ ol. Əla, yaxşıdır. Meydançamız 28 metr uzunluğu. 28 metr uzunluğu. 15 metr eni. Baxın, 28 uzunluğu, 15 metr eni. Və meydanda bütün xətlərimizin qalınlığı 5 santimetrdir. Meydanda ümumi bütün gördüyünüz xətlər var ha. Mərkəzdən çəkilən xətt olsun, yandan çəkilən xətt olsun, 6.75'lik xəttimiz olsun, 5.80'lik xəttimiz olsun. Bütün meydançada gördüyünüz xəttlər qalınlığı 5 santimetrdir. Və meydanın mərkəzindən dairə keçir. Bu mərkəzin dairənin radiusu 1.80'dir. Radiusu 1.80 metr. Ümumi diametri isə 3.60'dır. Və 6.75 xəttimiz var. Nə üçündür? Onun izahını verəcəm. Və 5.80'likdən cərimə atışı var. 5.80'lik nöqtədən cərimə atışı. Bunlar bizim məsafələrimiz. Əsas bilməli olduğumuz məsafələr. Burada məsəl üçün, onu da deyim, məsəl üçün. Bunları da bir dəfəmlə izah vereyim. Burada səbətin yerdən hündürlüyü 3.5 metr. Lövhənin yerdən hündürlüyü 2.90 metr. Səbətin diametri 45 santimetr. Səbətin torun uzunluğu 45 santimetr. Lövhənin eni, lövhədir məsəl üçün. Görünürmü? Lövhənin məsəl üçün burada torumuz olsun. Lövhənin eni 1.80. Lövhənin üzr istəyirəm, uzunluğu 1.80 metr. Eni isə 1.5 metr. Bunlar bizim məsafələrimiz, bildiyimiz məsafələr falan. Əlavə olaraq vədbolda, üzr istəyirəm, basketbolda səbətə atılan xallar var.
Hər uğurlu atış üçün neçə xal verilir? 1, 2, 3. 3 xal nə zaman verilir? 6.75-in xaricində. Baxın, bura daxil sayılır. Xaric, xaric. 6.75-in xaric. Bu da daxil. Xaric daxil. 6.75-in xaricində, istər burada xaric sayılır, istər burada xaric sayılır, burada xaric sayılır, burada xaric sayılır. Bu xəttin, baxın, gördüyümüz bu 6.75 xəttin xaricində uğurlu atışımız 3 xalla qiymətləndirilir. Və məsəl üçün, oyunçu gəldi, 6.75-in xaricində tullandı, topu atdı. Tullandı, topu atdı. Özü düşdü daxilə. Top səbətdən keçdi. Xaricdən atdığına görə xaricdən tullanıb atıb. Top havada olduğu zaman oyuncu top əlindən çıxıb. Bu zaman 3 xal veriləcək. Amma xətti tapdalayarsa 2 xal verilir. Xətt daxili, xətt üstü daxil sayılır. Əlavə olaraq 2 xal verilir. 2 xal nə zaman verilir? Ümumi onu deyil. 6.75-in daxilində istər səbətin altı olsun, istər bura olsun, istər xəttin üstü olsun, istər 5.80-lik xətt olsun, istər bura olsun, fərq etmir. 6.75-in daxili 2 xaldır. 1 xal nə zaman verilir? Cərimə atışlarında 1 xal. 1 xal 5.80-lik nöqtədən cərimə atışı atılır və bu cərimə atışı atılan zaman 1 xal uğurlu atış üçün 1 xal. Və əlavə olaraq, məsəl üçün, cərimə atışı, onu da deyim ətraflı. Məsəl üçün, cərimə atışını atan komanda. Sual düşə bilər ki, cərimə atışı atılan zaman 6.75-in daxilində neçə oyuncu ola bilər? 6 oyuncu. 6 oyuncu. Ümumi 6 oyuncu. Biri, məsəl üçün, mən cərimə atışını atıram. Biri mən cərimə atışı. Və 2 əlavə mənim oyuncu, məsəl üçün, biri burada, biri də burada. Mən 1, mənim 2 dənə də oyuncum əlavə 2. Eləyir 3. 1 mən cərimə atışı, 1 mənim oyuncum, bir də əlavə oyuncum 3. Yəni 3 mənim komandam, cərimə atışını atan oyunçu ilə bir yerdə 3. 3 də rəqib komandası. Məsəl üçün, rəqib komandası. 3 də rəqib komandası deyəcək. Sual düşər, cərimə atışı zamanı 6.75-in xaricində, üzr istəyirəm, daxilində neçə oyuncu olur? Maksimum neçə oyuncu ola bilər? Yəni, mütləq deyil, 6 nəfər olsun. Maksimum neçə oyuncu ola bilər? Maksimum 6 oyuncu ola bilər. 3-ü mənim komandamdan, 3-ü sənin komandamdan. 3-ü və ya A komandası, 3-ü B komandası. Xaricdə nə qədər olacaq? O da məsəl üçün, oyun başlayıbsa, heç bir oyuncu çıxmayıbsa, 5 səndədirsə, 5 məndədirsə, ikisi məndə çöldə qalacaq, ikisi də səndə. Bu qədər. Əlavə olaraq, məsəl üçün, belə sual verilə bilər. Oyun epizodu zamanı, yəni oyun gedişatı zamanı. Mən topu gəldim, 5.80-lik xəttin üzərindən topu attım. Neçə xalla qiymətləndiriləcək? Mən oyun gedişatı zamanı gəldim, oyun epizodu zamanı. Gəldim 5.80-lik xəttin üzərindən topu attım. Bu zaman 2 xalla qiymətləndiriləcək. 2 xalla. Çünki oyun gedişatı zamanı da oyun epizodudur. 1 xal yalnız cərimə atışları zamanı yerinə yetirilir. Cərimə atışları haqqında da ümumi məlumat verəcəm. Meydan haqqında bu qədər, komanda haqqında dedim, time-outdur, oyun hissəsi də dedim və əlavə olaraq. Oyun necə başlayır? Oyun yalnız birinci hissənin əvvəli. Baxın, belə düşə bilər. Birinci hissənin əvvəli, birinci periodun əvvəli, oyun başlayan zaman. Yalnız oyun başlayan zaman, birinci hissənin əvvəli, birinci periodun əvvəli. Top hava atışı ilə başlayır. Hakim gəlir, yəni digər oyunlarda püşatma keçirilir, burada püşatma keçirilmir. Burada gəlir hakim mərkəzə, topu atır havaya, topu attı havaya. Top qalxdı, əllər çatmayacaq səviyyədə qalxır və aşağı eynən zaman, top aşağı eynən zaman, hansı oyunçu cəld hoppanarsa, hansı komandanın oyunçusu cəld hoppanıb, əli ilə vurub öz oyunçusunu atarsa, topu o komanda başlayır. Və əlavə olaraq, məsəl üçün, hava atışı atdım topu,
Topu heç kim götürmədi. Top qayıtdı, heç kim vurmadı, qayıtdı düşdü yerə. Bu zaman yenidən hava atışı atılacaq. Və yaxud da topu atdı hakim havaya, topu gəldi, mən də hava atışında iştirak edirəm. Topu tutdum, atdım öz oyunçuma. Belə olmaz. Yəni hava atışında topu tutmaq olmaz. Hava atışı ilə cəld kim tez hərəkət etdi, topu vurdu, atdı öz komandasına, elə başlanılacaq. Daha mən topu tutum, atım, xeyr. Bu olmayacaq. Əlavə olaraq 2 nəfər, məsələn, hakim gəldi, hava atışını atdı. Bir oyunçu gəlir burada, bir oyunçu da gəlir burada. Biri öz məsələn A komandası burada, B komandası da burada. Digər oyunçular isə bu gördüyümüz diametr 3.60 olan dairənin xaricində qalacaq. Digər oyunçular. Əlavə olaraq bunları bildik. Məsəl üçün, sual düşə bilər ki, birinci hissədə topu hava atışı ilə başladıq. İkinci hissəndə hava atışı ilə başlayacaq, xeyr. Yalnız birinci hissənin başlanğıcında, oyunun başlanğıcında hava atışı keçirilir. Daha ikinci hissədə isə hakimin masasındakı oxa baxılır. Hakimin masasındakı oxa. Hakimin masasındakı oxa nə zaman baxılır? Bir, mübahisəli top zamanı baxılır. Mübahisəli top zamanı. Bir də oyun gedişatları zaman. Məsəl üçün, birinci periodda hava atışı ilə başlandı. Mən götürdüm topu. A komandası götürdü topu. Mübahisəli top olacaqsa, avtomatik olaraq ox göstərəcək B komandası. Mübahisəli top oldu. Birinci period bitdi. İkinci perioda başlayırıq. Daha gedim mən hava atışı ilə başlayım, xeyr. İkinci periodda bir dəfə mübahisəli top olub, B komandası başladı. Ox göstərib B komandası. Artıq ikinci dəfə oyun başlayıram və yaxud da mübahisəli top yenidən olur. Bu zaman hakimin masasındakı ox göstərəcək A komandası. Əlavə olaraq bunu bildik. Hakim heyəti. 7 hakim heyətimiz var. 7 hakim heyətimiz var. Bunlardan 4'ü masa hakim heyətdir. 4'ü masa. 3'ü isə meydan hakimi. Meydan hakimi. Əlavə olaraq sual düşə bilər. Komandalar hücum istiqamətini nə zaman dəyişilir? Komandalar məsəl üçün A komandası burada başladı, birinci hissə. B komandası da burada. Komandalar hücum istiqamətini nə zaman dəyişir? Yalnız birinci hissə bitdikdən sonra. Birinci hissə bitdi, ikinci hissəyə keçdikdə A komandası gəlir bura, B komandası keçir bura. Daha sual düşə bilər ki, birinci hissədə ikinci period başladıqda, xeyr. İkinci period bitdikdə, birinci hissə bitdikdə, ikinci hissə başladıqda və yaxud da üçüncü period başladıqda bu şəkildə komandalar yerlərini dəyişir. Əlavə olaraq, görün burada nə qaldı. Saniyə qaydaları var. Basketbolda saniyə qaydaları var. 3 saniyə qaydası, 5 saniyə qaydası, 8 saniyə qaydası, 14 saniyə qaydası, 24 saniyə qaydası. 3 saniyə qaydası nədir? 3 saniyə qaydası. Mən topsuz vəziyyətdə, topsuz vəziyyətdə A komandasıyam, oyunçusuyam. Topsuz vəziyyətdə B komandasının oyuncusunun səbəti altında dayanıramsa və B komandasına mane törədirəmsə, mən 3 saniyədən artıq dayana bilmərəm. Amma belə bir sual düşə bilər. Toplu şəkildə top əlimdədir, məsələn, top məndədir. Rəqib meydanında və yaxud da rəqib səbətinin altında neçə saniyə qala bilərəm? Hücum vaxtı bitənə qədər topu çiləyirəm, qalıram. Kimsə deyə bilməz ki, yəni hakim qərar verə bilməz ki, niyə qalırsan o qədər. Hücum vaxtı bitənə qədər topu çiləyirəm, saxlayıram. Amma topsuz vəziyyətdə rəqibin səbətinin altında rəqibə mane törədirəmsə 3 saniyədən artıq qala bilmərəm. 5 saniyə qaydası nədir? 3 halda tətbiq edilir. 1. Hakim topu verdi cərimə atışı atan oyuncuya. Cərimə atışı atmaq üçün 5 saniyə vaxt verilir. 2. Yandan topu başlayan zaman, hakim topu verdi oyuncuya yandan başlayan zaman 5 saniyə vaxt verilir. Bir də 3.
Mən gedirəm hücuma. Hücum etdiyim zaman müdafiəçi oyunçulardan baskı görürəm. Bu zaman topu 5 saniyə tutub əlimdə saxlaya bilərəm. Əlavə olaraq onu da deyim, məsəl üçün topu çiləyərək apardıq, topu çilədim, tutdum. Yenidən çiləyə bilmərəm. Mütləq ötürmə etməliyəm. Və yaxud da topu çilədim, tutdum. 2 addım atdım. 3-cü addımı ata bilmərəm. Avtomatik qayda pozuntusu. Top əldə 2 addım. Top əldə, topu tutaraq 2 addım yalnız oyunçu ata bilər. Top əldə 2 addım. 8 saniyəsi nədir? 8 saniyə qaydası. Məsəl üçün A komandası, B komandası. Top A komandasındadır. Vaxt verilir. 8 saniyə ərzində A komandasının meydanı, məsəl üçün A komandasının meydanı. Səkkiz saniyə ərzində öz meydanımı tərk etməliyəm, keçməliyəm rəqibə. Və rəqibə keçdiyim zaman artıq öz meydanıma pas ötürə bilmərəm. Öz meydan. Lap 8 saniyədə yox, 5 saniyədə keçmişəm mən. 5 saniyədə rəqibə keçmişəm, rəqib meydanına. 5 saniyədə keçsəm belə, mən öz meydanıma yenidən pas ötürə bilmərəm. Mən nə olsun ki, 3 saniyə vaxtım var. Amma yenə də pas ötürə bilmərəm. Bunu bildik. 14 saniyə qaydasına axırda izah verəcəm. 24 saniyə qaydası nədir? 24 saniyə qaydası hücum vaxtına verilən vaxt. 24 saniyə. Əlavə olaraq basketbolda 24 saniyə qaydası necə istifadə olunur? Daha 1, 2, 3, 4 bu şəkildə getmir. 24 saniyə bu şəkildə getmir. 24 saniyə belə gedir. 24, 23, 22, 21, məsəl üçün 15, 14, üzü aşağı, 24-dən ta üzü aşağı. Və 24-də məsəl üçün topu yiyələnmişəm, mənə hücumumu yekunlaşdırmaq üçün 24 saniyə vaxt verilir. 24 saniyə vaxt. 24 saniyə ərzində hücumumu yekunlaşdırmaramsa, top alınır məndən, keçir rəqibə. 14 saniyə qaydası nədir? 14 saniyə qaydasında, məsəl üçün, hücuma çıxdım. Gəldim hücuma, A komandasıyam, meydanım buradır. Hücuma keçdim. Gəldim, topu atdım səbətə. Top səbətə dəyib, baxın, lövfiyə falan demirəm. Top səbətə dəyib qaydarsa, topa yenidən mən yiyələnərəmsə və yaxud da komanda yoldaşım yiyələnərsə, bu hal məsəl üçün baş verib 18-ci saniyədə. 18-ci saniyədə topu atdım səbətə, 18-ci saniyədə. Top qayıtdı mənə və yaxud da mənim komanda yoldaşım götürdü, səbətə dəyib qayıtdı. Mən və yaxud da mənim komanda yoldaşım topu götürdü. Bu 18 saniyə müddəti olacaq 14 saniyə. 18 saniyə müddəti olacaq 14 saniyə. Və yaxud da bu hal baş verib 3 saniyədə. 3 saniyədə. Mən topu atdım. Top dəydi səbətə. Mən və yaxud da komanda yoldaşım topu götürdü. Avtomatik olaraq bu 3 saniyə qalxıb olacaq 14 saniyə. Avtomatik olaraq qalxıb olacaq 14 saniyə. Bu şəkildə olacaq. Saniyə qaydasından bildik. Əgər lövhə lazım olursa yenidən çəkərəm. Saniyə qaydasını bildik. Komanda var burada, komandanın faul limiti, oyunçunun faul limiti. Komandanın faul limiti 4. Komandanın faul limiti 4. Oyunçunun faul limiti isə 5'dir. Üzr istəyirəm, çox üzr istəyirəm. Yerlərini qarışdırdım. Qarışdırmadım, bir çarıxdım əslində. Oyunçunun 5'dir, elə düz demişdim də elə. Oyunçunun 5'dir, komandanınki 4. Və bu cür demişdim, səhv eləmirəmsə. Beynimdə başqa fikirləşirdim buna görə. Komandanın 4'dür, oyunçunun 5. Oyunçu 5-ci faulu etdi. Avtomatik olaraq oyundan kənarlaşdırılır. Məsəl üçün, mənim 5-ci faulu etdim. Faul nədir? Qayda pozuntusu. Faul sözünün mənası qayda pozuntusu deməkdir. 5-ci qayda pozuntusunu etdim. Avtomatik olaraq oyundan kənarlaşdırılacam.
Məsəl üçün, komandanın faal limiti 4-dür. Limit doldu 4. 5-cini etdikdə isə komandanın səbətinə 2 cərimə atışı atılacaq. Avtomatik olaraq həmən komandanın səbətinə 2 cərimə atışı atılacaq. Əlavə olaraq, məsəl üçün, demişik, 1-ci period, 2-ci period, 3-cü period, 4-cü period. 1-ci periodda bu komandanın faal limiti 4-dür. 4 doldurmuşam. İkinciyə keçiddə avtomatik olaraq sıfırlanır. İkincidə 3-dür. Üçüncüyə keçiddə sıfırlanır. 3-də məsəl üçün 5-dir. 4-ə keçiddə sıfırlanır. 4-də 2-dir. Əlavə, onu da izah verəcəm. Əlavə overtime olur. Yəni oyun bərabər qalır. Əlavə hissə oynanılır. 2 dəqiqə fasilədən sonra 5 dəqiqə əlavə hissə oynanılır. Və bu overtime da məsəl üçün 4-cü periodda 2 komandanın 2 faal limiti dolubsa, 2 limiti. Əlavə hissəyə keçdikdə, overtime oynadıqda bu sıfırlanmır. Perioddan perioda keçdikdə sıfırlanır. 1-ə keçdi, 2-də sıfırlanacaq. 2 o məsəl üçün 3-dür. 3-ə 2 bitdi, 3-ə keçdikdə sıfırlanır. 3 bitdi, 4-ə keçdikdə sıfırlanır. 4 bitdi, əlavəyə keçdiksə sıfırlanmır. 4 bitib, əlavəyə keçdikdə sıfırlanmır. Oyunçu isə, oyunçunun 5 limiti var. 1-ci periodda 4-dür. 2-yə keçiddə sıfırlanmayacaq. 2-də də 4-dürsə, qalıb 4, 3-ə keçiddə sıfırlanmayacaq. 3-də məsəl üçün 5-dir, oyunçu oyundan kənarlaşacaq. Və yaxud da 1-də 2-dir. 2-də sıfırlanmayacaq, 2-yə keçiddə sıfırlanmayacaq. Olacaq 3, məsəl üçün 1-ni də burada aldı, oldu 3. İkinci period bitdi, 3-cü perioda keçdi, sıfırlanmayacaq. Oyunçudan söhbət gedir, oyunçunun period. 3-də də aldı 4, 4-cü period 3 bitdi, 4-cü perioda keçdi, oyunçunun 4 faal limiti var. Hələ də oyun bitdi, yəni oyunçu da sıfırlanmayacaq. Düşər, məsəl üçün, komanda perioddan perioda keçiddə komandanın faal limiti sıfırlanır, ya yox? Bəli, sıfırlanır. Oyunçunun faal limiti sıfırlanır, ya yox? Xeyr, sıfırlanmır. Əlavə olaraq, basketbol idman oyununda bərabərlik deyilən anlayış yoxdur. Məsəl üçün, futbolda bərabər qalır, heç-heçə bir oyun bitir. Amma basketbolda elə bir anlayış yoxdur. Məsələn, oyun 60-60 bitibsə, 60-60 bitibsə, mütləq qalib müəyyən olunmalıdır. Məsəl üçün, 4-cü period oynanıldı, 1-2-3 oynanılıb, 4-cü period oynanıldı, 4-cü period oynanıldı. Oyun bitdi 60-60, məsəl üçün, və yaxud 30-30, bərabər bitib. Avtomatik olaraq 2 dəqiqə fasilə verilir, 2 dəqiqə fasilə verilir. Əlavə 5 dəqiqəlik oyun oynanılır. 5 dəqiqəlik oyun oynanılır. 2 dəqiqə fasilədən sonra 5 dəqiqəlik oyun. 5 dəqiqə oyun bitdi. Hesab məsəl üçün 60-60 idi, 65-65 oldu. Oyun yenə bitməyəcək. Yenə 2 dəqiqə fasilədən sonra, yenidən 5 dəqiqə oyun oynanılacaq. Ta ki bu qalib müəyyən olunana qədər bu proses davam edəcək. 2 dəqiqə fasilə, 5 dəqiqə oyun, 2 dəqiqə fasilə, 5 dəqiqə oyun. Bu şəkildə davam edəcək. Və demişik, oyunçular hücum istiqamətini dəyişir. Birinci hissə bitdikdə, ikinci hissəyə keçdikdə və yaxud da ikinci period bitdikdə, üçüncü perioda keçdikdə oyunçular hücum istiqamətini dəyişir. Yalnız bu zaman dəyişir. Daha 4-cü period bitib, əlavə hissəyə gedirik, hücum istiqamətləri dəyişmir. Elə oyun komanda əvvəl olduğu kimi, kim hara hücum istiqamətli edirdi, eyni şəkildə ediləcək. Və əlavə olaraq meydandır, məsəl üçün meydan. Bir dəqiqə. İstəyirəm. Məsəl üçün meydandır. Məsəl üçün meydandır. Meydanı indi çəkirəm. Bir izah vereyim.
Məsəl üçün meydandır. A komandası, B komandası. Birinci hissə bitdi. Yerlər dəyişilir. Komanda B keçir bura, A komandası keçir bura. Bu yalnız bu zaman olur. Daha dördüncü periyod bitib. Dördüncü periyod bitib. Əlavə 2 dəqiqəlik oyun oynayıram. 2 dəqiqə fasilədən sonra 5 dəqiqəlik oyun oynayıram. Bu zaman daha hücum istiqamətləri olduğu kimi A komandası burada idisə, A komandası burada idisə, elə eyni olaraq qalacaq. A komandası burada, B komandası burada. Əlavə olaraq məsəl üçün hakim masasıdır, digər ehtiyat oyunçuların dayanmağıdır. Hamısı meydandan texniki zona deyək buna. Meydandan 2 metr məsafədə olur. Buradan da 2 metr məsafə. Buradan da 2 metr məsafə. Hər tərəfdən 2 metr məsafə saxlanılır. 2 metr məsafə saxlanılır. Dedik cərimə atışları, faullar haqqında danışaq. Məsəl üçün, faul zamanı, texniki faul, cərimə atışı, bu da oyunçu. İndi izah verəcəm. Texniki faulda. İlk öncə texniki faul nədir? Onu deyim. Texniki faulda etik davranışı, doğru dildə desək, etik davranış. Yəni, məsəl üçün, hakim oyunçunu çağırır. Oyunçu hakimə getmir. Topu yerə çırpır. Söyür falan. Bu zaman oyunçuya texniki faul verilir. Və texniki faulu istənilən bir oyunçu yerinə yetirə bilər. İstənilən bir oyunçu. Texniki faulda bir cərimə atışı verilir. Və oyunçu 2 dəfə texniki məğlubiyyət, üzr istəyirəm, 2 dəfə texniki faul aldı. Oyunçu 2 dəfə texniki faul aldı. Oyundan kənarlaşdıracaq. Məsəl üçün, birinci texniki faul aldı, bir cərimə atışı atıldı. Baxın, birincini aldı, bir cərimə atışı atıldı. Bu yenidən oyunçu ikinci texniki faul etdi. Avtomatik olaraq yenidən səbətinə bir cərimə atışı atılacaq və oyunçu oyundan kənarlaşacaq. Qeyri-idman faulu. Qeyri-idman faulu nədir? Kontakt vasitəsilə cərimə pozuntusu, qayda pozuntusu. Məsəl üçün, mən oyunçunu itələyirəm, vururam, köynəyindən tutub dartıram, saxlayıram, qolundan tuturam. Bu zaman qeyri-idman faulu olur. Kontakt vasitəsilə, yəni toxunuşla olunan faullar qeyri-idman faulu olur. Qeyri-idman faulu zamanı oyunçu, məsəl üçün, yenidən mən qeyri-idman faulu etdim. Avtomatik olaraq mənim komandamın səbətinə 2 cərimə atışı atılacaq. Avtomatik olaraq. Birincini etdim, 2 cərimə atışı. İkincini etdim. Burada da avtomatik olaraq mənim oyundan kənarlaşdıracaqlar ikincini etdikdə. Və mənim səbətimə yenidən 2 cərimə atışı atacaqlar. Periyod faulu. Periyod faulu nədir? Bayaq dedik ya, komandanın faul limiti 5 etdi. 5-cidə artıq. 5-cidə. Üzr istəyirəm. 5-cidə səbətə 2 cərimə atışı atılacaq. 5-cini etdim. 5-ci komandada 5-ci faul edildi və həmən komandanın səbətinə 2 cərimə atışı atılır. Diskvalifikasiya ən ağır cəza növüdür. Diskvalifikasiyada oyunçu bir dəfə diskvalifikasiya etdi. Diskvalifikasiya nədir? Dalaşmaq. Məsəl üçün, ya hakimlə dalaşırsan, ya oyunçu ilə dalaşırsan. Bu zaman diskvalifikasiya olur. Diskvalifikasiya zamanı 2 cərimə atışı atılır. Mən diskvalifikasiya etdim. Həmən dəqiqə bir dəfə. Mən daha, məsəl üçün, qeyri-idman faulunda birini etdim, 2 cərimə atışı idi. İkincini edəndə oyundan kənarlaşdırılırdı. Amma diskvalifikasiya zamanı birincini etdikdə məni oyundan kənarlaşdırırlar və 2 səbətimə, yəni komandanın səbətinə 2 cərimə atışı atılır. Hücum faulu. Ya cərimə atışı verilmir, ya da oyunçu oyundan kənarlaşdırılmır. Sadəcə olaraq top məndə idisə keçir rəqibə. Hücum faulu da budur. Əlavə olaraq
Dedik texniki faalda 2 texniki faal aldın, oyundan kənarlaşdırırsan. 2 qeyri-idman faalı aldın, oyundan kənarlaşdırırsan. Mən məsəl üçün bir texniki faal aldım. Bir texniki faal aldım. Üstəgəl əlavə olaraq bir texniki faal aldım, səbətimə bir cərimə atışı atıldı. Əlavə olaraq bir də qeyri-idman faalı etdim. Avtomatik olaraq səbətimə 2 cərimə atışı atılacaq. Daha gözləməyəcəklər, amma mən ikinci texniki faal edim və yaxud da qeyri-idman faalı edim. Elə 2 olub bu, avtomatik olaraq oyundan kənarlaşdıracaqlar. Və texniki faalda top son olaraq hansı komandayda idisə, cərimə atışından sonra həmən komandada qalır. Məsələn, hücum etdim. Hücum edilən zaman texniki faal etdim. Nəsə etik davranışlar pozdum və yaxud da texniki faal etdim də. Bu zaman gəlib rəqib mənim səbətimə atış atılacaq və atışdan sonra top veriləcək mənə və qaldığım yerdən davam edəcəm. Və hakimin top hardan başlanılacaq? Hakimin göstərdiyi yerdən. Qeyri-idman faalında cərimə atışı etdim, cərimə atışını atdım 580-lik nöqtədən və cərimə atışından sonra top yenidən məndə qalacaq. Hakimin göstərdiyi yerdə oyunu başlayacaq. Həmçinin bu hal diskvalifikasiya olacaq. Qeyri-idman faalında topu kim başlayar? Cərimə atışını kim yerinə yetirəcək? Qeyri-idman faalında cərimə atışın hansı oyunçuya qayda pozuntusu edilibsə, məsəl üçün mənə qayda pozuntusu edilib, rəqib qeyri-idman faalı alır. Gəlirəm mən rəqibin səbətinə cərimə atışı atacağam. Mənə elə qayda pozuntusu, elə itələyərlər ki, elə vurarlar ki, məsəl üçün demişik kontakt vasitəsilə qeyri-idman faalı. Mən travmalaram, mən gedib cərimə atışını ata bilmərəm. O zaman mənim əvəzimə başqa bir komandamın oyunçusu gedib cərimə atışını atacaq. Əlavə olaraq bunlardan bu qədər. Basketbol oyununda basket faal var. Basket faal. O tərəfi çəkmirəm. Bizə lazım olan budur. Məsəl üçün burada izah vereyim. Məsəl üçün basket faal nədir? Basketbol nədir? Mən topu attığım zaman mənə qayda pozuntusudur. Topu atıram 6.75-in xaricində, topu attığım zaman mənə qayda pozuntusu və top səbətdən keçərsə, buna basket faal deyilir. Top səbətdən keçmərsə daha basket faal demilir ha. Basket, yəni səbət, topu attığın səbət, basket. Falda qayda pozuntusu. Yəni topu attığım zaman top səbətdən keçərsə, basket faal olur. Məsəl üçün, test düşə bilər ki, testdə görə bilərsiniz ki, komanda 6.75-in xaricində basket faal olarsa. Onda necə olacaq? 6.75-in, yəni basket faal bildik ki, topu attım, səbətdən keçdi. Topu attım, səbətdən keçdi. Və topu attığım zaman mənə qayda pozuntusudur. Mənə qarşı qayda pozuntusu edirlər. Və əlavə olaraq 6.75-in xaricində basket faal olarsa, 6.75-in xaricində topu attığım an mənə qayda pozuntusu olarsa 3 xal hesabıma yazılacaq. 3 xal. Pilusda gəlib bir cərimə atışını yerinə yetirəcəm. Gəlib bir dənə cərimə atışını yerinə yetirəcəm. 3 xal yazılacaq. 3 xal yazılacaq. Pilusda bir cərimə atışı. Məsəl üçün 6.75-in xaricindən topu attım. Basket faal olundu və top səbətdən keçmədi. Basket faal olundu deməyək. Mən topu atdım, mənə qarşı qayda pozuntusu oldu və top səbətdən keçmədi. Bu zaman yalnız 3 xal yox, 3 cərimə atışı veriləcək. 3 cərimə atışı. Niyə 3 cərimə atışı? Onun izahını verim. 3 cərimə atışı. Məsəl üçün, demişik, 6.75-in xaricindən
atılan uğurlu atış 3 xal deyil. Dedik axı 3 xal sistemi 6.75-in xaricindən atılan hər bir uğurlu atışa 3 xal verilir. Məsəl üçün, buradan mən atacaqdımsa, mənə qayda pozuntusu olmayacaqdısa, 3 xal ala bilərdim. 3 xal qazana bilərdim da. Top səbətdən keçəcəkdi axı. Burada onun üçün 3 xala görə 3 cərimə atışı veriləcək. 3 cərimə atışı. 3-ünü də uğurlu atsam, yenə 3 xalımı əldə etmiş olam. Baxın, basket falda 3 xal yazılır, plusda 1 cərimə atışı. Amma belə adicə basket atdım, topu atdığım an mənə qayda pozuntusu oldu, top səbətdən keçmədi. Söhbət 6.75-in xaricində gedir. Bu zaman 3 cərimə atışı atılacaq elə. 3 cərimə atışı. Bu hal 6.75-in daxilində olarsa, bu zaman top səbətdən keçərsə, basket faul olarsa, top səbətdən keçərsə, yəni 2 xal, 3 xal. Plusda 1 cərimə atışı. Əgər top səbətdən keçmərsə, elə sadəcə 2 cərimə atışı atılacaq. Bunlardan bu qədər. Əlavə olaraq, onu da deyim ki, məsəl üçün 2 cərimə atışı atıram. Gəldim birincini atdım, 5.80-likdən atdım, birincini atdım. Top səbətdən keçdi, keçmədi. İstəyir top səbətdən keçsin, istəyir lövhəyə dəysin qaçsın, istəyir səbətə dəyib qaçsın. Yenədən top mənə veriləcək ki, ikinci cərimə atışını atım. İkinci cərimə atışını atan zaman topu atdım. Top əgər səbətə dəyib qaydarsa, mən yerindən toxunaramsa, topu yenidən yələnərəmsə, yenidən topu ata bilərəm. Səbətə ata bilərəm. Amma lövhəyə dəyib çıxarsa top, avtomatik olaraq rəqib yandan başlayacaq. Bu nə zaman? Bu proses ümumiyyətlə o diskvalifikasiyadır, bir də qeyri-idman faulunda. Məsəl üçün, cərimə atışından sonra top məndə qalır. Cərimə atışını atıram, yenə top məndə qalır. Bunlardan başqa digər hallarda əgər cərimə atışını atdım, sonuncu cərimə atışını atdım, məsələn 2-dirsə, 1-də yoxa, 2 cərimə atışını atıramsa, sonuncu, ikincini atıramsa artıq sonuncunu. Bu zaman top səbətə dəyirsə, topu yenidən yiyələnirəmsə ata bilərəm. Səbətə dəyib qaydarsa, lövhəyə dəyib qaydarsa top yandan başlanır. Qayda pozuntular zamanı top hardan başlanır? Hakimin göstərdiyi yerdən. Top yandan çıxdı, yandan başlanılır. Top səbətə atıldı, gəlir 15 metrə enində olan xəttdən başlanılır. Əlavə olaraq, perioddan perioda keçdik. Hakim masasındakı oxa baxılır, Və məsəl üçün, B komandası başlayır topu. B komandası hardan başlayacaq? Yandan mərkəz xəttinə yaxın olan yerdən başlanılacaq. Mərkəz xəttinə paralel olan xəttdən başlanılacaq. Əlavə olaraq, məsəl üçün, mən topu bilərəkdən öz səbətimə topu atdım. Qol qeydə alınmayacaq. Yəni səbətdən keçirilməyəcək. Mənə xəbərdarlıq ediləcək. Amma topu bilmədən öz səbətimə ataramsa, avtomatik olaraq xal hesablanır və rəqibin kapitanının hesabına yazılır. Bu qədər. Əlavə olaraq,